Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Mir Cəlalın Açıq Kitab romanından danışacağım. Əvvəlcə bir məsələyə toxunum. Roman satirik romandır. Orta məktəb dərsində bu əsərin təhlilini zamanı qeyd edirlər ki, roman satirik roman. Amma mən əsəri başdan ayağa oxumuşam. Orada nə Gəldiyev, nə Verdiyev satirik tənqid hədəfi deyil. Düz onlar mənfi obrazdılar, konfliktin tərəfləridirlər və yazıçı onları mənfi obraz kimi təqdim edir, tənqid edir. Amma orada qətiyyən gülüş, orada qətiyyən kinayə, qətiyyən yumor, sarkazm, belə şeylər yox. Mən bilmirəm ki, niyə əsəri satirik roman kimi düşünürlər. Bunu ona görə qeyd eləmək istəyirəm ki, növbət dəfə dərslik nəşr edənlər bu fikrə diqqətlə yanaşsınlar. Qətiyyən əsərdə gülüş yoxdur. Əsərdə tənqid hədəfləri var. Amma tənqid hədəfi olmaq hələ obrazın satirik obraz olması, sarkazm hədəfi olması demək deyil. Əvvəlcə əsərin qısa məzmununu sizin üçün danışım. Ümumiyyətlə, dərsliklərimizdə böyük romanların, böyük əsərlərin belə yığcam qısa şəkildə verilib, onun oxucuda, şagirddə hər hansısa bir bədii zövq formalaşdırılması məsələsinə mən tənqidi yanaşıram, düzgün hesab eləmirəm. Əsərin ümumi məzmunu müəyyən dərəcədə dərslikdə verilməlidir. Çünki şagirdləri oxuda da bilmirik, oxumağa məcbur eləyə bilmirik. Nəticədə roman haqqında onlarda heç bir təsəvvür formalaşır. Onu da deyim ki, bu əsər gerçəkdən Mir Cəlalın bəlkə də ən yaxşı əsərdir. Çünki burada Sovet təbliğatının təsiri çox da ciddi duyulur. Əksinə, Sovet cəmiyyətinin eybəcərlikləri tənqid olunur. Burada komünist olan, partiya üzvü olan şəxslərin ümumiyyətlə cəmiyyətdə baş verən eybəcərliklər öz əksini tapmışdır. Demək, əsərin mənfi qəhrəmanı Kərim Gəldiyevdir. O bir rayonda, adını bilmədiyimiz rayonda taxıl tədarükü müvəkkilidir. Amma bu cavan oğlan demək, yuxarılara yarınmaq üçün və yuxarıların da qeyri-qanuni tələblərini canfəşanlıqla yerinə yetirmiş. Nəticədə bir gün hesabdar ona başa salır ki, sənin bu taxıl tədarükündə ciddi şəkildə məntəqəndə əskikliklər var. Çünki kim nə tələb edibsə, tapşırıb, xahiş edib, hamı ilə yaxşı münasibət saxlamaq xatirinə bu adam deyək ki, diribaş adamdır, düşünüb ki, rayon rəhbərliyi ilə münasibətləri yaxşı saxlamaq lazımdır. Onların qeyri-qanuni tələblərinin hamısını canbaşla yerinə yetirib, amma nəticədə özünü zərbə altına qoyub. Hesabdarın onu xəbərdar edəməsindən sonra Gəldiyev rayondan uzaqlaşır. Təhvil İcra Komitəsinin sədrindən səhv eləmirəmsə bir göndəriş alır oxumağa, gəlir İnşaat İnstitutuna, yəni universitetin İnşaat Fakültəsinə gəlir və elə bil ki, o çirkabdan aralanır. Sənədi, dokumenti, möhürünü, hər şeyini açar verir hesabdara, gəlir, çıxır şəhərə. Bu cavan oğlan diribaş, əyri-üyrü yolların hamısını bilən biri olur. Çox tezliklə universitetdə özünə yol tapır. Gördüyünüz kimi burada qeyd eləmişəm, Mədəni Hücum Ştabının rəhbəri olur, partiyanın üzvü olur və başlayır universitetdə rektordan yaxınlaşır, ciddi şəkildə söz sahibi olur. Və əsərin konflikti Vahidlə onun arasında baş verir. Belə ki, Rübabə adlı bir qız Gəldiyevin də xoşuna gəlir və amma Rübabə məlum olur ki, Vahidi sevir. Bəlkə də o hələ sevdiyini bilmir, amma Vahidə çox böyük rəğbəti var və bunların arasında bir-birinə qarşı məhəbbət yaranır. Amma Verdiyevin də könlündən Rübabə keçir. Rübabənin də könlündən Vahidin keçdiyini bildiyi üçün Vahidə tələ qurur. Vahidin atası arıçı idi və bu arıçı olmağından, kolxozun üzvü olmamağından ölkəyə özünün xüsusi vergi ödəyicisi olması faktından istifadə edərək Vahidin niyə universitetdən kasıb, özünü kasıb kimi, gəliri olmayan biri kimi təqdim edib
təqaüd almasından bir deyək ki, hoqqa düzəldir və Vahidin institutdan qovulmasına səbəb olur. Vahid gəlir rayona gələndə atası ilə təsadüfən həmin vaxt onlar elə qapıda üzbəüz gəlirlər. Oğluna sovqat göndərilmiş, sumka çanta göndərilmiş, yəni yeyib içməyə ərzaq göndərilmiş. Ay oğul, nəyə gəlmirsən? Deyir ki, bəs məni universitetdən qovdular. Niyə? Sən arıçı olduğun üçün kolxozun üzvü olmadığın üçün. Düzdür. Atasına hər şeyi danışmır ki, ortada rübabə faktoru var. Amma əsl faktordur ki, onu universitetdən qovdu. Vahid qayıdır. Atası daha doğrusu Sadıq kişi Vahidi də götürüb şəhərə qayıdır. Orada indi Vahid uşaq olsa da, cavan köylü uşaq olsa da, Sadıq kişi yaşlı başlı adamdır. Gəlir rektorun qəbuluna düşür. Hətta burada məlum olur ki, Vahidi tutturmaq istəyir. Gəldiyev onun bu əməli də polis şöbəsində aydınlaşır. Məlum olur ki, bu adam böhtan atır. Nəticədə Vahid institutu təzədən bərpa olunur. Amma bu rübabə məsələsi, burada uduzmağı Gəldiyev heç vaxt özünə bağışlamır. Yəni qəbullana bilmir. Həmişə Vahiddən çəkişir. Universiteti qutarandan sonra bunlar hamısı mühəndis olur və bir dəfə Yeni Bakı plan layihəsi müsabiqəsi olur. İstəyirlər ki, Bakını yenidən layihələşdirsinlər. Bu müsabiqədə bütün sinəsinə döyən yaşlı, cavan mühəndislər, inşaatçılar iştirak edirlər. O cümlədən həm Vahid, həm də Gəldiyev. Gəldiyev əvvəlcə öz layihəsini Ürək adı ilə komissiyanın sədrindən, sonra isə orada yaşlı bir mühəndis var idi, Vəzirbəyli, ona təqdim edir. Bu mühəndis də, inşaatçı da baxır bu layihəyə, çox biabırçı bir layihə olduğunu, belə layihənin heç cür qəbul edilə bilməyəcəyini söylüyor. Gəldiyev qalır matməətdə, sonra ağlına bir fikir gəlir ki, bəs Vahidin layihəsini tapsın, Vahidin layihəsinin üzünü köçürüb öz layihəsi kimi təqdim eləsin. Bunun məqsədlə də tapını gətirir evə, orada neçə gün əziyyət çəkir, 2 həftədən çox əziyyət çəkir və layihəni üzünü köçürüb öz layihəsi kimi təqdim edir. Hətta istəyir ki, Vahidin layihəsini də tələf eləsin, məhv eləsin. Amma sonra fikirləşir ki, onsuz da mən bunun üzünü necə gəldi köçürmüşəm, sonra müraciət eləməyə ehtiyac olacaq o layihəyə, bəzi yerlərini düzəltməyə. Ona görə o layihəni də evdə saxlayır. Və yoldaşı Ağcaya da bərk-bərk tapşırır ki, qətiyyən bu otağa heç kəs girməsin, bura heç kəsin heç nədən xəbəri olmasın. Amma sonradan bu məsələnin üstü açılır. Deməli, açılmanın səbəbi belə olur ki, layihə Gəldiyevin layihəsi 2-ci yerə çıxır və 1-ci yer üçün deməli, heç bir layihəni layiq bilmirlər və bilinəndə ki, bu layihə Gəldiyevindir, ürək layihəsi ilə Vəzirbəyli tanış olduğu üçün deyir ki, mən o layihədən əvvəlcə tanış idim. Necə ola bilir ki, bu layihə 2-ci olur? Ümumiyyətlə, bu cavan oğlan var, deyir, Vahid. Onun layihəsi hardadır? Onun layihəsi hardadır? Məlum olur ki, bəs layihəni heç kəs oxumayıb. Bunu da Gəldiyev deyir ki, belə. Vəzirbəyli deyir ki, mən o bəzi məsələlərindən xəbərim var idi. O layihənin görünür Vahid onunla məsləhətləşmişdi. Bu, o layihəni də tapın. Poladov var, komissiyanın sədri. O deyir ki, mən layihəni axtarıb taparım. Yəni, bu məsələni mən özüm araşdıraram və evinə təsadüfən deməli, Gəldiyevin xəbəri olmadan, bu bir tamam təsadüf olur. Gəldiyevin evinə adam göndərirlər ki, bəlkə evdə layihənin hər hansısa biri evdə qalmış ola, ortaya gəlib çıxmamış olur. Ağca da bilmir, həmin adamları evə buraxır, o layihəni də verir və sonra Gəldiyev gələndə deyir ki, dərsən sənin layihən uğur qazanır və evdən də gəlib sənin layihənin qaralamasına aparılır. Yəni, Vahidin açıq kitab layihəsini götürüb apardı. Və o açıq kitab layihəsi təzədən
Bu komissiya üzvləri tərəfindən təftiş olunur, yoxlanılır, bəyənilir və birinci yerə layiq görülür. Ondan sonra Bakı şəhərinin planı tapşırılır Vahidə. Əsər elə bununla da bitir. Əsər bununla bitmir daha doğrusu. Orta məktəb dərsliyində məsələ bununla bitir. Amma bəzi məqamları oxudum ki, bununla biz kimin kim olduğunu birazca da daha yaxşı bilək. Demək, Gəldiyev hansı tərəfdən baxsaq, hərəkətləri, davranışları, əxlaqa, insanlığa sığmayan biridir. Birincisi, onu deyim ki, hələ rayonda olarkən bir əxlaqsız qadından bunun bir uşağı var, övladı var. Sonradan o uşaq anası ilə gəlir, Gəldiyevi tapırlar. Onda artıq Gəldiyev Ağca ilə evlənib. Gəldiyevin Ağca ilə evlənməsində bir qəribə tarixçəsi var, onu deyəcəm. Amma qadın uşağını Gəldiyevə verə bilmir. Əvvəlcə uşağı Gəldiyevə verib getmək istəyir, amma sonra fikirləşir ki, belə ata olmaz, belə adama övlad tapşırmaq mümkün deyil. Yəni Gəldiyev bu dərəcədə insanlığa yaramayan adam. Gəldiyevin Ağcanı alması da çox qəribə bir məsələdir. Ağca da necə deyərlər, meşşan bir həyat tərzi keçirən bir qadındır. Azərbaycanda Sovetlərin hakimiyyəti ələ alandan sonra Sovetlər, bunun atası varlı bir adam olur. Onun var dövləti də Ağcaya qalmış olur. O adam Sovet hökumətindən var dövlətini qismən qoruya bilir və o Ağcaya qalır. Ağca lüks bir həyat keçirir, meşşan bir həyat keçirir, küçə həyatı keçirir və bu bir gün Gəldiyevdən tanış olur. Gəldiyev bunun deyək ki, varından, pulundan istifadə edilir, qarnını doyurur, əyninin paltarı olur Ağca buna, amma Ağca bunları da buna boş yer eləmir, bir gün onu aparır. Nikah müqaviləsi bağlamağa deyir ki, biz evlənirik. İstəyir ki, Gəldiyev məsələdən boyun qaçırsın ki, yox, belə şey olmaz, ona başa salır ki, belə şey yoxdur, mən sən indiyə qədər hava yerə qarnını doyurub, əynin paltarı olmamışım. Ağcanın özünün də bir uşağı var idi. Bu uşaq da baxımsızlıqdan xəstələnir, dünyasını dəyişir. Biz Ağcanın da yaramaz bir qadın olduğunu, Gəldiyevin özünün də yaramaz bir insan olduğunu bu epizodda da görürük ki, o xəstə uşağa sahib çıxan olur. Düzdür, Ağcanın da heç nə vecinə deyil, eyni zamanda Gəldiyevin də bir uşağın talihi heç cürə vecinə deyil. Yəni, bunlarda insanlıq adına bir nam, nişan yox. Sonra bu Gəldiyev öz nətər deyim, riyakarlığından, yaltaqlığından Verdiyevin, institutun rektorunun hörmətini qazanmış. Verdiyev də bunu ağzını baxır, Verdiyev özü də artıq elə bir vəziyyət yaradıb ki, Verdiyev arxasının sanki Gəldiyev olduğunu düşünür. Hətta Vahidi qovanda da o Gəldiyevin sözündən qovmuş olur, hətta Sadıq onun qəbuluna gələndə deyir ki, bu işləri Gəldiyev bilir. Gəldiyevi hələ bununla da təqdim eləmək düz deyil. Yəni az olur. Gəldiyev görəndə ki, bütün məqamlarda Vahidə uduzur, qızı uduzdu. Bunu da deyim, o Rübabəni sevmirdi, o Rübabəyə sahib olmaq istəyirdi. Biz heç cürə onun niyyətinin saf olduğunu görmürük. Çünki ortada Ağca var. Ağca ola o Rübabəyə də sahib olmaq istəyir. Və əsərin sonu belə qutarır ki, bu Vahidi axırda öldürmək qərarına gəlir. Bunun üçün gecə Vahidin evinə gəlir, onu öldürmək planı da baş tutmur və ona elə gəlir ki, Vahid onu tanıyıbdır, o qaçmaq qərarına gəlir. Qaçıb gəlir rayona. Amma rayonda nə görsə yaxşıdır, bunun o vaxtı taxıl payladığı, verdiyi, yanında hörmət sahibi olduğu adamların hamısı saxtakarlıq üstündə, öz vəzifəsi səlahiyyətlərini aşmaq üstündə ya həbs olunublar, ya işdən vəzifədən çıxarılıblar. Gəldiyev başa düşür ki, burada da quru yurtda qalıb. Gətirdiyi çantasının üstündə oturur yol ayrıcında. Nə geriyə qayıda bilir, nə qabağa gedə bilir. Artıq belə bir həyat yaşamının, yaşamaq tərzinin mümkün olmadığını, hər şeyin sonu olduğunu anlayır. Əsər Sovet hökumətinin quruluşunun iç yüzünü aşmaq baxımından çox, belə deyək ki, qiymətli bir əsərdir. Yəni, bədii əksi, həyat həqiqətlərinin bədii şəkildə əksi baxımından gerçəkdən dəyərli bir əsərdir.
Sovet hökumətinin, Sovet quruluşunun, Sovet rejiminin necə bir cəmiyyət olduğunu, onun iç yüzünü açıb göstərən bir əsərdir. Əsərdəki obrazların, yəni orta məktəb dərsliyindəki obrazların hamısını demək olar ki, bu hissədə vermişəm. Demək ki, əsas obrazları bu hissədə vermişəm. Digər obrazlar haqqında da qısa məlumat verəcəyəm. Deməli, əsərin baş qəhrəmanı, mənfi baş qəhrəmanı Kərim Gəldiyevdir. Rayonda taxıl tədarükçünün müvəkkili olub, institutda tələbə olub, sonra Mədəni Hücum ştabının rəhbəri olub, partiyaçıdır, yəni Komünist Partiyasının üzvüdür, büronun üzvüdür, yəni Komünist Partiyasının idarə heyəti olan büro var idi, onun üzvü idi və ürək layihəsinin müəllifi idi və bu ürək layihəsi də plankət, oğruq bir layihə idi, bunu da yadımızdan çıxarmayaq. Sonra Verdiyev institutun rektoru idi. Sonradan o Komissarlar Sovetində institut məsələsi müzakirə olunanda çox böyük tənqid hədəfinə çevrilib və o tənqiddən sonra da demək yaramaz biri olduğu tamamilə üzə çıxmış olur. Onu Muxtar tənqid edir, Vahid tənqid edir, Komsomol təşkilatının sədri olur. Bu məsələyə də toxundu. Ağca Kərim Gəldiyevin həyat yoldaşı idi, Meşkan təbiətli bir qadın idi. Vahid Açıq Kitab layihəsinin müəllifi idi, əsərin müsbət baş qəhrəmanıdır. Bu yerdə bir məsələni də toxunum. Deməli, Rübabəyə görə Vahiddən Gəldiyevin toqquşma səbəbi olub ki, o vaxt institutlarda hazırlıq məsələsində qruplar briqadalara bölünürmüş. Fakültədə tələbələr briqadalara bölünürmüş. Rübabə istəyir ki, Vahidin briqadasında olsun. Çünki Vahid savadlı idi, o çox açıq-aşkar üsyan edir. Gəldiyevin onu öz briqadasına salmağına deyir, Gəldiyev özü nə bilir ki, mən ondan nə öyrənəm. Mən deyir, Vahidin briqadasında oturacağam və konflikt buradan başlayır. Nəticədə Gəldiyev öz bildiklərini həyata keçirmək istəyəndə özünü get-gedə ifşa edir. Sonra Sadıq kişi var, Vahidin atasıdır, arıçıdır. Oğlunun universitetdə bərpa olunmasında səy göstərən bir adamdır. Eyni zamanda Rübabə də Vahidin institutda bərpa olunmasında böyük zəhmət tələb edir. Hətta Vahidin bərpa məsələsi olanda o tədbirdə iştirak edir. Bayram şənliyində onda Gəldiyev ondan şikayət edir, polislər Vahidi tuturlar, Vahidi zamına götürən Səttarzadə olur Tarzan Rübabənin atası. Rübabə Vahidin tələbə yoldaşı, sonradan həyat yoldaşı olur. Sonra Tarzan Səttarzadə və Rübabənin atasıdır. Rübabənin atası toyda Füzulidən bir beyt söyləyir. Həmin beyti söyləyəndən sonra da Füzulinin kitabını gənclərə hədiyyə edir. Deyir ki, mən istəyirəm ki, onların arasındakı məhəbbət Füzulinin məhəbbətindən olsun, Füzuli kimi sevə bilsin. Həmin beyt məndə Məcnundan Füzun aşiqlik istedadı var, aşiq-i sadiq mənəm, Məcnunun ancaq adı var. Toy şənliyində bu beyti demiş olur Səttarzadə. Sonra əsərdə Vəzirbəyli var, qocaman mühəndisdir. Qeyd elədim. Açıq kitab layihəsinin üzə çıxmasının səbəbkarı o olur. Deyir ki, Vahidin layihəsi hanı, həm də ürək layihəsini də əvvəlcədən oxuduğu üçün deyir ki, bu layihə heç vaxt ikinci yerə layiq görülə bilməz. Sonra Paladov obrazı var idi. Epizodik görürük biz orta məktəb dərsində bunu. Yeni Bakı Plan Layihəsi Müsabiqəsi Komissiyasının münsiflər heyətinin sədridir. Əsərdə göstərilən obrazlardan biri, yəni biz epizodik gəlib keçən obrazın biri odur ki, Gəldiyev onu universitetdən qovmağa çalışanda müzakirə olunanda demək, Muxtar onu müdafiə edir. Muxtarın hərçənd ki, müdafiə eləməyi sonradan heç bir işə yaramır. Sonradan Muxtar özü Vahidin universitetdən qovulmasını görəndə çox bəhətdən qalır. Bu Muxtar müsbət obrazı idi. Yəni, Vahidlə eyni cəhbədə dayanan, həqiqətin üzə çıxmasına çalışan, Vahidi müdafiə edən əsas obrazdır. Yəni, bunu yadımızdan çıxarmayaq. Sonra orta məktəb dərsində dediyim kimi
çox böyük epizodlar yoxdur. Yəni hadisələr yoxdur. Mən əhvalatı sizə qısaca danışmış oldum. Hə, bir məsələni xüsusi vurğulayım. Sovetlərdə insanları şərləmək, böhtan atıb tutturmaq üçün istifadə olunan ifadələr biz tez-tez Gəldiyevin dilinə dilinə rast gəldik. O deyir ki, məsələn, deyirdi ki, bu muzur ünsür. Vahid haqqında həmişə muzur ünsür deyirdi. Deyirdi ki, bu adamlar, hətta atası üçün də elə deyirdi ki, onlar istəyirlər ki, bizim cərgələrimizə soxulsunlar, Sovet cəmiyyətinin quruluşuna zərbə vursunlar. O dövrdə bilirsiniz, ölkənin ideologiyasına, dövlət quruluşuna əks çıxmaq ən böyük təhlükəli, yəni məsələlərdən idi və kim kiminsə ayağını qazımaq istəyəndə, onu məhv eləmək istəyəndə onu dövlət siyasətinə qarşı çıxan adam kimi təqdim eləyirdi ki, bu Sovetlərin 37-dən başlayan repressiyasının nəticəsi idi. Yəni hətta bu 30-lardan başlayan, belə deyək ki, kimsə məhv eləmək istəyəndə ona hökumətin əleyhinə çalışan biri kimi damğa vururdu və aradan götürürdü. Bu Gəldiyevdə tez-tez ümumiyyətlə Vahidə qarşı bu məsələdən daha çox istifadə eləyirdi. Onu Sovet hökumətinə qarşı çıxan bir adam hesab eləyirdi. Məsələn, deyir ki, məktəb nümayişə çıxanda onun Vahiddən atasının o nümayişdə iştirak eləməsinə məsələn o cür bir don geydirirdi. Deyirdi ki, bunlar hamısı məsələn məktub yazmışdı polisə. Lenin İnstitutun Partiya Komitəsi adından məktəbin sabiq tələbəsi hazırda ifşa olunub, bayra atılmış Muzur Ünsür Naibov Vahid haqqında əməlli başlı deyə bir xasiyyətnamə yazdı. Məktəb nümayiş komissiyasına akt oxşayan bir məlumatını da əlavə etdi. İnstitut tələbələrinin bu Muzur Ünsürə qarşı hiddətləndiyini və onun məhkəmə vasitəsilə cəzalanmasını tələb etdiyini, əks təqdirdə işin böyüyəcəyini yazırdı. Bax, bunu deyirdi ki, o Vahidin atasının Bakıda olmağına, nizamsız cəmaət içində dəstələr soxulmağına ayrıca məna verməyə çalışır. İstirahət kimi məktəb binasına getmələrini, qarovulu narahat etmələrini söyləyir və dizinə döyür. Nə bilirsən, bəlkə Sovet məktəbinə qəsdən ziyan vurmağa, odlamağa gəliblər. Nə bilirsən, beləcə şər atmağa, Sovet hökumətinin əleyhinə çalışan adamlardan biri kimi təqdim eləməyə çalışmaq məsələsi ki var idi. Bu cəmiyyətdə kimsə vurmaq istəyəndə bu məsələlər də Gəldiyev obrazında adından, onun dilindən verilərək o dövrdəki şərci, böhtançı insanların obrazını, ümumiləşmiş obrazını yaratmışdır. Sözsüz ki, Sovet hökumətində bu dövrdə ədəbiyyata icazə vermişdilər. Sovet hökuməti öz-özünü quruluşu daha doğrusu, Sovet quruluşu öz-özünü təmizləmək istəyirdi. Bu quruluşun içində saxta adamların, öz mənafeyi üçün çalışan adamların çoxluğu o dövrdə quruluşu narahat eləməyə başlamışdı və yazıçılara da imkan vermişdilər ki, bu məsələni işıqlandırsınlar və o dövrdə yaranan, belə deyək ki, dövrün güzgüsü olan ən gözəl nümunələrdən biri Açıq Kitab əsəridir. Əsərin ümumi məzmununu dedik, obrazlar haqqında, müsbət obrazlar, mənfi obrazlar haqqında danışdıq. Mənə elə gəlir ki, bu qədər desək, biz əsərdən düşən test tapşırıqlarına cavab verə bilərik. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxunsa, mənim üçün nə mutlu.